Əli Ağayev təqdim edir. Bu çəkilişi də inşallah Şuşamızda edək, Laşınımızda edək, Kəlbəcərimizdə, Xankəndimizdə edək və ilk olaraq avtomobil verişi olaraq imzamızı bura ataq. Salam, sabahınız xeyir olsun dostlar. Saat 4'dür, sabahınız xeyir də olsun deyə bilərik. Hal-hazırda havalın qarşısındayıq və uzun bir yola hazırlaşırıq. Amma hara gedəcəyik, bunu birazdan biləcəksiniz. Gedək. Bir qədər bundan əvvəl dediyim kimi yolumuz çox uzaq bir məsafədir və getdiyimiz məkan isə Şuşa şəhəridir. Qarabağa səfərimiz var və hal-hazırda Tank 300 və Tank 500 modelləri ilə uzaq bir məsafəyə çıxmağa hazırlaşırıq. Təbii ki, Yoldasan komandasının tam heyəti buradadır. İstəyirəm onları bir daha sizinlə tanış edim. Teymur İsrafilov bizim mütəxəssisimiz, Tacəddin Hüseynov, Ramiz bəy bizim havalı nümayəndəsidir və Əliyar Quluzadə bizim SMM menecerimiz. Biz hal-hazırda bu heyətlə və təbii ki, heyətimiz bir qədər böyükdür. Hava nümayəndələri ilə onlarla da bir yerdə uzaq bir məsafəyə çıxırıq. Ona görə istəyirəm yola çıxmamışdan qabaq bizim əməkdaşlarımız sizə bir yol qabağı fikirlərini bildirsinlər. Tacəddin bəy, buyurun, fikriniz nədir? Fikrimiz odur ki, dediyimiz kimi səfərimiz Qarabağdır inşallah, Qarabağ bölgəsidir. Hamı tam hazırdır, necə lazımdır, hazırlığı görülüb. İnşallah sağ-salamat geri gələr. Teymur bəy, siz nə fikirləşirsiniz bu gedişimiz barədə? Əslində maraqlı gedişimiz olacaq. Çünki ilk səfərimizdir Şuşaya. Həm də ki, Haval Tank 500'ü və Tank 300'ü orada maraqlı bir baxaq görün nə göstərəcək özlər, necə göstərəcək, maraqlı bir yürüyüş olacaq inşallah. İnşallah, mən də ümid edirəm. Amma Ramiz bəy istəyirəm öz fikirlərini bildirsin. İnşallah yola çıxırıq, salamatlıq olsun. Gerək sağ-salamat çataq, yəni ondan sonra da biləcək. Avtomobilimizə tam güvənli şəkildə əminik ki, avtomobilimiz bizi yolda qoymayacaq, o təbii olaraq. Əliyar bəy, siz nə fikirləşirsiniz? Necə maraqlı kadrlar sizin üçün hal-hazırda avtomobildə və yol üçün maraqlı olacaq? İnşallah bugün bizim üçün xüsusi bir gündür. Bu günü xüsusi eləyən məsələ də Şuşaya getməyimizdir. İnşallah salamatçılıq olsun, yolumuz açıq olsun əsas məsələ. Orada gedək o gözəl məkanda təbiətin füsunkarlığından belə deyim də ilhamlanıb o öz ideyalarımızı inşallah gerçəkləşdirəcəyik. İnşallah. Əliyar bəy həmişə kimi çox pozitiv köklənib. Çünki getdiyimiz səfər bölgəsi və məkanı özü də müqəddəs bir torpaqdır. Uzun illərdən sonra biz bu torpaqlara qovuşduq. Rəşadətli ordumuzun və cənab prezidentimizin sayəsində buradan hər bir kəsə və hər bir müharibə iştirakçısına öz minnətdarlığımı bildirirəm ki, bu günə bizə yaşadıblar. Neysə, çox danışmaq istəmirəm, yolcu yolda gələk. Getdik. Dostlar, sabahınız xeyir olsun. Bir qədər havanın açılmağını gözlədik ki, yolda normal çəkiliş eləyə bilək. Və həmən müddət ərzində də gəlib çıxmışıq Sabirabada. İndi hal-hazırda Sabirabaddayıq. Yolumuz Şuşayadır, gedirik Şuşaya. Və bu müddət ərzində də bir qədər
həm avtomobili yolda test elədik, avtomobilin yol tutumunu, zolaq tutumunu və bu cür adaptiv kontrollarını yoxladıq. Avtomobil özünü yolda çox gözəl aparır. Təbii ki, yolda yanacağı da tam doldurmuşuq. Hal-hazırda 618 kilometr bizim ehtiyat məsafəmiz var. Yəni biz gedib gələ bilərik. Əslində bu yanacaq məsafəsi bizə tam olaraq Şuşaya gedib gəlməyə kifayət etməlidir. Şuşadan Bakıya qaydanda yanacağımız nə qədər olacaq, o barədə də məlumat verəcəm. Amma istəyirəm indi bir qədər həmkarlarım da mənə köməklik göstərsinlər və sükan arxasında olan Tacəddin bəy avtomobillə bağlı fikirlərini bölüşsün. Tacəddin usta, avtomobil özünü yolda necə aparır? Salam əleykum, mən də hər kəs salamlayıram. Avtomobil hələ ki yaxşıdır. Ümid edirəm ki, axıra kimi də belə olacaq. Çünki heç bir nasazlıqla, heç bir narahatçılıqla qarşılaşmamışam. Baxmayaraq ki, xeyli vaxt yoldayıq, özümü çox rahat hiss edirəm. Bu da deməkdir ki, avtomobilin həm askı sistemi çox yumuşaqdır, həm də ki, idarə edərkən də avtomobildən o zövq var, onu almaq olur. O zövqü mən alıram artıq bu avtomobildən. Çox gözəl. İnşallah ki, elə belə də davam edərik. İnşallah və bir şey də bildirmək istəyirəm. Avtomobilin askı sistemi çox yüksək səviyyədə formalaşıb və eyni zamanda fikirləşilib. Çünki hündür avtomobil, belə deyim də sizə, bizim hamımızın dili ilə desək, hündür və qabaretli avtomobil olmağına baxmayaraq, döngələri çox gözəl kəsir və eyni zamanda da küləyi kəsmə avallığı da çox yüksək səviyyədədir. Məncə də bu avtomobillə daha böyük məsafələrə, hətta başqa ölkələrə belə getmək olar səyahət qismində. Amma bizim əsas məqsədimiz indi sağ-salamat Şuşaya çatmaqdır. Təbii ki, biz yolda dayanacağıq və yolda dayandıqda həm çay içək, həm də yol barədə fikirlərimizi bölüşək və eyni zamanda da çay süfrəsi ətrafında müzakirələrimizi davam edək. Bizi izləyin, yolumuza davam edək. Səhərdən söhbət edirik komanda heyətimizlə. Uşaqlar fikirləşirlər ki, normalda bir insana belə bir avtomobil nəyə görə lazımdır? İstəyirəm birinci sualı elə Teymura verim və ya Teymur danışmadı. Teymur, səncə belə bir avtomobil nəyə görə lazımdır? Yəni bu tank 300-dən daha böyük qabaretlidir. Tank 300 qabaqda gedir bizdə. Təbii ki, çəkiliş vaxtı onu da çəkəcəyik. Əslində əsl ailəvi maşındır, nə mənada? Yəni genişdir, böyükdür. Arxa bagaj hissəsi çox genişdir. Yer tutumu böyükdür. Və hətta mən arxada indi oturmuşam. Görürüm ki, burada xeyli bir məsələ var. Biz Əliyarla burada mənim başda oturmuşuq. Plus da gəndə maraqlı bir şey var. Və arxa sideydə bir çox sum avtomobillərdə olur. Arxa sideyyanın kontrol edib, yəni biraz arxaya yıxmaq olur. Rahatlıq üçün. Yəni əsl uzaq yollar üçün bu rahatlıq bildirir. İdeal avtomobil. Bəli, mənim fikrimcə bəli. Çünki biz burada çox rahatlıqla oturmuşuq. Bir çox kilometr artıq, harasa bir 200 kilometrdən çox yol getmişik. Rahat, yaxşıdır. Əliyar, sən necə fikirləşirsən? Sənin zövqüvə görə, sənin istəyinə görə tank 300 ya tank 500? Hansıdan səncə daha yaxşıdır? İkisi də məncə yaxşı olar, yəni ikisi birdən. Amma mən seçimcə tank 300 mənim zövqümə daha uyğun. Tank 300. Hə, yəni sən ikisini də versələr, ikisini də ala bilərsən. İkisini də hətta. Çünki müəyyən vəziyyətlərdə bu maşın daha genişdir. O cəhətdən üstünlüyü bu maşına verərdim. Amma belə sırf zövq baxımından mən tank 300-ü seçərdim. Hər ikisində eyni mühərrikdir, 2 turbo mühərrikdir. Səhv eləmirəmsə Teymur 328 Nm fırlanma hasil edirdi də. 320 at gücü idi. 628 Nm fırlanma verirdi. Bəli. Hər ikisində eyni mühərrikdir. Mənim üçün şəxsən, yəni mən də Əliyarla razılaşıram. Mən çox qabaretli avtomobilləri xoşlayıram, amma manevrlik cəhətdən və nə bilim özünü yolda göstərməsi, yolsuzluq avtomobili kimi tank 500 tam özünü doğruldur. Hətta bunun indi biz onu Şuşada çəkib göstərəcəyik. Avtomobilin tank kimi arxa iki təkərinin və
belə deyim, istiqamət təkərlərinin bloklanması və avtomobilin yerindən fırlanması, tank kimi dönməsi də bu avtomobil funksiyasında var. Onu da göstərəcəyik sizə. Amma manevrlik cəhətdən də tank 300-dən geri qalmır. Çünki biz tank 300-ü xatırlayırsınızsa Qobustanda təqdimatı zamanı sözün əsl mənasında bir yolsuzluq şəraiti düzəltmişdik avtomobil üçün. Onların hər birində uğurla keçdi. Amma hibrid avtomobil istəyənlər üçün, yəni əgər bir alıcı hibrid istəmirsə, onu da bildirmək istəyirəm ki, bir mənalı olaraq, tam olaraq daxili yanma mühərrikli versiyalarda var, almaq olar. Mən də çox xoşlayıram. 350 at gücü. 350 at gücü, 648-dən fırlanma. Newmetr fırlanma anı. Əla. Çox 258 kW'lıqda batareyaları var. Yəni hibriddə nəzərə alırsak ki, hibrid daxildir. hə, hibridliyini də nəzərə almaq lazımdır. Hibridin də gücünü nəzərə almaq lazımdır. Çünki fikir verin, hal-hazırda biz hərəkətdəyik və burada monitorda batareyaların şarj olunduğu görsənir. Yəni hal-hazırda avtomobil hərəkətdədir və eyni zamanda da batareyalar şarj olur. Bu da bizim Hacəttin ustamız. Dükkan arxasında. Əliyar, Teymur. Teymur, sənin dedim bir yaxından da çəkək. Mən burada BZ nəzarət edirəm. Nəzarətə nəzarət. Nazarata nazaratdır Teymurda. Aslında görsən arxada çox genişdir, rahatdır. Mən də Teymura nəzarət edirəm. Lazımdır. Əli, panoramiki qeyd eləməmişik. Panoramik çox qəşəng panoramiliku var. Təbii. Yəni buradan belə otursan qəşəngsə Biz ki mənzərəyə sübh bax. tezdən çıxdıq yola, avtomobilin bu daxili görünüşü yorucu deyildi, əksinə daha rahat idi. Daha zövqlə işlənmiş bir salonu var. Təbii napa dəriləri və eyni zamanda burada fikir verin. Qaranlıqda ulduzlu bir monitor yaranır. Eyni zamanda da bu monitor hətta ara məsafəsini saxladıqda, yəni həddən artıq qarşıdakı avtomobilə yaxınlaşdıqda zolağı saxla və məsafəni saxla bildirir. Eyni zamanda da bunlar belə qırmızı rəngdə yanırlar ki, yəni çox sürəti aşmaq lazım deyil. Avtomobil sizin təhlükəsiz sürüşünüz üçün hər bir funksiyası mövcuddur. Belə dostlar, xırda bir çəkiliş etdim. Birazdan yolumuza fasilə verəcəyik və süfrə ətrafında biz çalışacağıq ki, yolda bizim qarşılaşa biləcəyimiz məsələləri müzakirə edək. Dostlar, hər vaxtınız xeyir olsun bir daha. Biz artıq gəlmişik Füzuliyə. Füzuli şəhərinin girişinə. Gördüyünüz bu plakatlar 2-ci Qarabağ Vətən müharibəsində şəhid olmuş şəxslərin şəkilləridir. Təbii ki, yolumuz zəfər yoludur. Bu yürüşümüzün də əsas məqsədi işğaldan azad olunmuş torpaqlara səfərimiz idi və qarşıdan bizim Vətən müharibəsinin il dönümü gəlir. Biz bu çəkilişi, bu yürüşümüzü sırf ona həsr eləmişik. Bu torpaqlar, bu müharibə təbii ki, şəhidsiz ötüşmədi. Bizim minlərlə qəhrəman oğullarımız həlak oldular. Ailəsiz qalan
başsız qalan ailələr, analar, həyat yoldaşları, bacılar çox çətin idi. Və bir cürlə desək, biz bu yürüşümüzü, bu çəkilişimizi bacardığımız qədər onlara da həsr eləmək istəyirik ki, çünki ən azından bu bizim mənəvi borcumuzdur. Allah hər bir şəhidimizə rəhmət eləsin, müharibə iştirakçılarına və qazilərə can sağlığı versin. Yolumuz aydındır. Təbii ki, biz gələndə artıq yol çox duman qatı olduğundan biz yolda normal çəkiliş edə bilmədik. Hava şəraiti imkan vermirdi, amma görsəndiyi kimi artıq gün çıxıb, hava aydındır və biz bundan sonra çəkilişimizi daha aydın şəkildə həyata keçirə biləcəyik. Buradan özümüzə və komanda yoldaşlarıma uğurlar arzulayıram. Onlar da birazdan gəlib mənə çatacaqlar. Mən istədim bir şəhidlərimizi həm yad eləyim, həm onlar haqqında danışım və bizim bu yürüşün əsas məqsədini çəkilişin əvvəlində izah edim. Çünki biz Bakıdan çıxanda mən tam olaraq bu fikirləri səsləndirə bilmirdim. Və əsas mahiyyətimiz və yürüşümüzün əsas məqsədi nədən ibarətdir, bu onu bildirməmişdim. Amma istədim ki, indi bildirim. Sağlıq olsun, artıq hardasa bir 10 kilometrdən sonra Zəfər yoluna girəcəyik. Demək olar ki, yolumuzun 80%-ni qət etmişik. İndi mənim həmkarlarım gələcək, komanda yoldaşlarım, onlardan da yol haqqında fikirlərini və onların yolda avtomobilin özü necə göstərdiyi barədə də məlumat alacağam. Amma çalışacağım ki, yol boyu da sizə avtomobillər haqqında maraqlı məlumatı verək. Və budur, gəldik, çıxdıq Füzuli şəhərinə. Həmkarlarım da gəldi, çıxdı. Ramiz, Tacəddin, Teymur. Təbii ki, biz bir yerdə gəlmişik. Sadəcə olaraq bir çay içdik, istirahət elədik. Yol uzun idi. Və mən qərara gəldim ki, bayaq da bildirdiyim kimi bir şəhidlərimizi yad eləyək, gəlişimizin əsas məqsədini deyək. İstəyirəm bizim sürücülər barəsində də uzaq bir məsafə gəlmişik. Avtomobillər haqqında ilkin fikirləri alım. Ramiz bəy, buyurun, nə fikirləşirsiniz? Yolumuz çox uzun oldu, yəni duman səbəbinə düşdük. Maşınlarda heç bir narahatsızlıq olmadı. Rahat şəkildə gəldik. İnşallah yolumuz zəfər yoludur. Bundan da o yana daha ki, bundan sonra yaxşı olar. İnşallah. Tacəddin bəy, siz nə fikirləşirsiniz? Mən də Ramiz bəyin dediklərindən tam razıyam. Avtomobilimizdə heç bir problem yoxdur. Bizim özümüzdə də narahatlıq yoxdur. Narahatlıq yoxdur. Heç bir yorğunluq yoxdur. Təbii ki, bu o nəticəsində də avtomobillərimizin yumşaqlığı, rahatlığı sayəsindədir ki, bizdə heç bir narahatlıq, nə də ki, yorğunluq yoxdur. Həm sürücü olaraq məndə, həm də ki, sərnişinlərdə heç bir özləri də desinlər, görsün, yorğunluq var da, yoxsa yox. Teymur, yorğunluğun var, yoxdur? Yox, biz rahat gəldik, çatdıq. Hələ biz Tacəddinlə yolda biraz dəyişiklik elədik. Biraz mən sürdüm, biraz Tacəddin sürdü. Çox xoşuma gəldi. Mən də sürət zamanı çox xoşuma gəldi avtomobili idarə etməsi. Və arxada sərnişin olaraq kimi də rahat idim. Hətta biraz yatdım. Yolun uzaq olması sizi yormadı? Yox, yol uzaq olması bizə biraz da olsun yormadı. Hətta bir şey vurğulamaq istəyirəm ki, qatı duman şəraitində avtomobildə olan funksiyalar bizə çox köməklik göstərdi. Bəli, yardımçı köməklik göstərir. Çünki qarşıdan gələn avtomobillərin manevr etmə qabiliyyətini görmürsən, amma bizim avtomobillər və 360 dərəcə görüntü kamerası, avtomobillərin öncədən qarşıda gələn avtomobil haqqında məlumat verməsi demək olar ki, qatı duman şəraitində də bizə təhlükəsiz sürüş üçün köməklik göstərdi. Belə dostlar, yolumuz uzaqdır. Bildirdiyim kimi Füzuli şəhərinin girişindəyik. Yolumuz Zəfər yoludur. 10 kilometrdən sonra artıq biz Zəfər yoluna qədəm qoyacağıq və yaxın ümid edirəm ki,
Təxminən 1 saat yarıma çatarıq. Təxminən hardasa inşallah. İnşallah o vaxta çatarıq. Kilometr yol göstərir. 120 kilometr. Yolumuzun 80%-ni gəlmişik. Qalıb 120 kilometr məsafə və hardasa 1 saat yarım civarında inşallah hər birinizi Şuşa şəhərindən salamlayacağıq. Ya Allah, yolçu yolda gələk. Deməli, artıq Zəfər yolundayıq. Hal-hazırda bizim məkana çatmağımıza hardasa təxminən 1 saat 15 dəqiqə civarında bir zaman lazım olacaq Şuşaya çatmağımıza inşallah. İstəyirəm, bu bizim xəritəmizdir. Zəfər yolunu göstərir. Və Tacəddin bəy, Bəli, necəsiz? əla, ev kimi. Avtomobil, yol, şikayət, nəsə bir Heç bir narazılığınız? şikayətim yoxdur. Hər şey qaydasındadır. Avtomobildə də hər şey qaydasındadır. Yorğunçuluq yoxdur. Və çox şadam ki, mən bu yolu gedirəm. İlk öncə Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa versin inşallah. Onların sayəsində biz bu yolu gedirik. Və sərdən də nəyə fikir verirəm? Avtomobil zolağı çox gözəl tutur. Bəli, əslində xatırlatmaq üçün demişik, biraz bundan qabaq biz səhər vaxtlarında güclü dumana düşdük. Biz yolu görməsəydik, avtomobil zolağı tutub rahat hərəkət edə bilirdik və onun sayəsində də biz çox yorulmamışıq. Yəni yormayıb bizi. Adətən dumanlı yollarda çox yorğun olur sürücü, çünki diqqətimiz yolda olur. Təbii ki, bu vaxtda diqqətimiz yolda idi, amma avtomobil də bizə çox köməyi də idi. Çünki avtomobili belə idarə etmək çox rahat bir şeydir. Çünki zolaqdan çıxmır. Hətta bir də göstərin, rulu belə buraxanda görsən yolda. Sükanı buraxanda özü qayıdır yol, avtomatik qayıdır öz yoluna. Çox gözəl funksiyalar var bunda. Düzdür, hələ biz bunun hamısını istifadə eləməmişik. Amma İnşallah Şuşaya çataq. Bəli, orada hər birisini eləyib göstərəcək inşallah. İnşallah Özü sağlıq olsun. Teymur, Bəli, Əliyar, siz necəsiz? yaxşı. Yaxşıyıq. Biz sanki o boyda yolu gəlməmişik, çox rahatdır. Sərnişin kimi arxada. Heç yorğunçuluq yoxdur. Daha Teymur, səndə yorğunçuluq olmaz da. Biraz yatdım da. Azca yatmısan, Azca bəli, çox yatdım. cüzi. Onlar hər iki tərəfli ekonom yox, komfortda gedirlər. Çünki avtomobil özü çox komfortdur. Təbii ki, sürücünün də burada öz rolu vardı. Təbii. Ona görə onlar hər iki tərəfli komfortda gedirlər. Elədir ki, vardı. O Teymur, bu doşa balmısan, balçığı məsələ sənə aiddir də onda. Ev yaxdır, qaydanda mən sürəcəm onsuz. Sağlıq olsun. Biz sağlıq olsun hardasa bayaq da dediyim kimi və burada təxmini bizim vaxtı da göstərir. Hardasa 1 saat 13 dəqiqəyə biz çatmalıyıq və bizim məsafəmiz cəmi 85 kilometr qalıb. Sağlıq olsun, 85 kilometr məsafədən sonra biz məkanımıza, gözəl Şuşamıza çatacağıq. Burada bir mərcə girmişik Teymur bəylə. Sağlıq olsun. Hə Teymur? Elə bil ki, heç mərcdən xəbəri yoxdur da, sərf eləməyəndə belə olur. İstəyirdim, Teymurla yolda gedəndə mən Teymura bildirdim ki, qayadan başı, yəni biz yanacaq doldurmasaq belə, bu yanacaq bizə Bakıya girişə qədər, yəni ünvana çatana qədər bəs eləməlidir. Çünki hal-hazırda Şuşaya çatmağımıza cəmi 50 kilometr qalıb və bizim 426 kilometr qarışıq rejimdə bizim yanacaq sərfiyyatımız var.
426 kilometr bizim məsafəmiz var. Yəni bu məsafəni biz hələ də gedə bilərik. Təbii ki, yolda yol şəraitindən asılı olaraq və hava şəraitindən asılı olaraq biz müxtəlif sürüşlər etmişik. Bunların hər birini çəkib göstərmək istəmədik sizə, yormamaqdan ötürü. Amma normal sürüşümüz olub. Mən deyirəm çatacaq, Teymur deyir ki çatmayacaq. Biz yola qayıdarkən mütləqi şəkildə nə etməliyik? Yanacaq vurmalıyıq. Yanacaq doldurmalıyıq. Mənim fikrimcə çatmayacaq. Sən fikrinci çatmayacaq. İndi Tacəddin də şahid Əliyarla yaxşı uduzan nə edir? Mənim maraqlı oldu. Mən də maraqlı o idi. O fikirləşərik. O fikirləşərik deyəndə ki, ay Tacəddin, bir yağ dəyişən ustadan, bir yağ mütəxəssisindən nə istəyə bilərsən? Kuru sürən olaraq yağ dəyişmək istəyirəm. Mən də onu istəyirəm. Əgər mənim sözüm düz olsa, biz yanacaq doldurmasaq, bu yanacaq bizə Bakıya, havalın qarşısına qədər çatsa, təbii ki, gələn həftə mən yaxınlaşıram Teymurun yanına. Teymur ödənişli şəkildə mənim avtomobilinin yağını dəyişir. Yox, əgər Teymurun dediyi olsa, Teymur yağı dəyişmir və mən də Teymura bir çay qonaqlığı verirəm. Olsun. Mənki biraz ucuz başa gəldi. Mən ona görə baxdım ki, ciddisən. O çay qonaqlığının məsələn Telegüllədə də ola bilər. Mən dün hara Təbii gedirik? də, əlbəttə ki. Düz gedir. Bu hansı kəndə gedir yəni? Üçbulaq kəndindən keçirik indi. Onda başa gələcək. Yox, Telegülləyə aparmayacağam Teymurun. Teymurun yüksəkliyi qorxusu var. Biz çox yuxarı qalxmayacağıq. Sən narahat olmayacaq. Teymur özə Mən o qorxunu qəbul Mən eləyərəm. qəbul edirəm. limki deydi. Olar. Xeyirlisi. Xeyirlisi. Birazdan Şuşada görüşənə qədər. Ali Başkomanda, sizin rəhbəriniz altında Şuşa şəhəri işğaldan azad edildi. Yaşasın Cənab Ali Başkomandan, eşq olsun Azərbaycan xalqına, Qarabağ Azərbaycandır. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Və dostlar, gəldik sağ-salamat çatdıq Şuşaya. Arzusunda olduğumuz, fikrində olduğumuz və həsrətində olduğumuz Şuşaya qovuşduq. Buradan bir daha 2-ci Vətən müharibəsində şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Allah müharibədə iştirak edən qazilərimizə və müharibə veteranlarına can sağlığı versin. Rəşadətdə olduğumuz və Ali Baş Komandamızın göstərdiyi səy nəticəsində və müharibə nəticəsində biz bu torpaqlara qovuşduq. Bu layihənin ərsəyə gəlməsinə görə Haval Azərbaycan öz minnətdarlığımı bilmək istəyirəm. Çünki bu proyekti çoxdan fikirləşirdik, ərsəyə gəlməsi üçün çalışırdıq. Amma Haval Azərbaycana biz bu fikri bildirəndə rəhbərlik sağ olsun düşünmədən bizim təklifimizə razılıq verdilər və bu proyektin ərsəyə gəlməsindən ötürü əlindən gələn köməkliyi bizə göstərdilər. Eyni zamanda bu yola mənimlə çıxan bütün komanda heyətinə, öz tərəfdaşlarımıza və əməkdaşlarımıza minnətdarlığımı bildirirəm ki,
Şuşa şəhərinə gəlməyə və çəkilişdə mənə bu köməkliyi göstərməyə hər biri razı oldu. O ki qaldı avtomobillər özlərini çox ideal və dolğun şəkildə göstərdilər. Qalxdığımız aşırımlı yollar və təbii ki biz yolu qalxdıqca biz kadrları paylaşacağıq. Yollar buz bağlamışdı, qar hələ də əriməmişdi. Təbii ki bu yüksəklikdə qar ərimir. Əriməyinə bir qədər vaxt lazımdır. Avtomobillər özünü tam dolğun şəkildə, ideal vəziyyətdə göstərdilər və demək olar ki, yolun tam və dolğun şəkildə gəlib çatmasından ötürü bütün çətinliklərə baxmayaraq, bütün funksiyaları avtomobil öz daxilində olan funksiyaları işə saldı və ideal vəziyyətdə heç bir çətinlik göstərmədən, heç bir narahatlıq göstərmədən bütün komanda heyətini gətirib Şuşaya çıxarda bildi. O ki qaldı avtomobillərin texniki xüsusiyyəti və avtomobillər haqqında dolğun şəkildə məlumatlara biz bir azdan avtomobillər haqqında tam şəkildə bütün məlumatları sizə çatdıracağıq və təbii ki artıq avtomobili seçib almaq sizin öz seçiminizə qalacaq. Odur ki, vaxtı yubatmaq istəmirəm, yolumuz uzundur, nəzərimizdə tutduğumuz çəkilişlərimiz var. Çalışacağım ki, qısa zaman ərzində bütün bunları bizim izləyicilərimizə təqdim edək. İndi isə gedirik Gövhər ağa Nəcibə. Dostlar, bu da bizim əsərin qəhrəmanları. Tank 300 və Tank 500. Hər ikisi 2 turbo mühərrik, 350 at gücü və 648 Nm fırlanma anına malik mühərriklə təchiz olunub. 9 pilləli avtomatik sürət qutusudur və eyni zamanda avtomobillərin demək olar ki, yolu və enişi, eyni zamanda bütün yolu nəzərdə saxlamağı üçün bütün rejimləri mövcuddur. Bu rejimlər haqqında birazdan sizə məlumat verəcəyik, amma indi istəyirəm ki, avtomobilin hazırki görünüşü və Şuşa şəhərinə gəlib çıxdığı haqqında da bir məlumat verim. Bilirsiniz ki, bu yol Zəfər yolu, Şuşa şəhərinə gələn Zəfər yolu, enişli yoxuşlu yoldur. Avtomobillər bu yolda özünü tam dolğun şəkildə göstərdi. Heç bir titrəmə, heç bir yoldan çıxma, zolaqdan çıxma halları baş vermədi. Təbii ki, yolu və zolağı çox ideal şəkildə avtomobil tutur və eyni zamanda da sükanda idarə etmənin yarı öz üzərinə götürür. Yəni, ən azından nə qədər də profesional olmayan bir sürücü olsa da, Tank 500 və yaxud Tank 300-dən Şuşa şəhərinə daha hündür və dağlıq yerlərə düşünmədən rahat şəkildə gələ bilərsiniz. İndi isə birazdan sizə avtomobillərin əsas askı sistemi və mühərriki barədə dolğun məlumat verəcəyik.
Dostlar, hal-hazırda Şuşa şəhərindən çıxdıq, gedirik Xankəndi şəhərinə və fürsətdən istifadə edib biraz avtomobil haqqında məlumat vermək istəyirəm. Bu gördüyünüz monitorda avtomobilin off-road rejimində olan funksiyaları təsvir olunub, əks olunub. Hal-hazırda dəniz səviyyəsindən 1080 metr hündürlükdə yerləşirik. Şuşa şəhərində olanda 1300 metrdir. Amma getdikcə Xankəndi şəhərinə düşdükcə hündürlük düşür aşağı və burada görürsünüz 1080, 1060, indi 1060 oldu və atmosfer təzyiqi 890 kilopaskaldır. Avtomobilin burada gördükləriniz və hərəkət elədikcə avtomobilin təkərlərinin temperaturunu belə göstərir. Deməli, ön təkərlərin temperaturu 19, 21, 18, 20 dərəcədir arxa təkərlərdə və təkərlərdəki havanın təzyiqi isə 250 kilopaskaldır. 258, 255 kilopaskal arasında dəyişir. Burada gördüyünüz isə əsas diferensialdır. Bu hissə görürsünüz ki, açıqdır. Yəni arxa diferensial və orta diferensial hər birisi açıqdır. Biz bunu bloklamamışıq. Çünki hal-hazırda normal yürüyüşlə hərəkət edirik. Bloklamaqda bir səbəb görmürük onu. Amma arxa diferensialı bloklayanda təkərlər bu avtomobilin adından, brendin adından götürüldüyü kimi tank kimi avtomobil yerində dönə bilir. İndi çalışacağıq, elə bir imkan olsa bu funksiyanı sizə nümayiş elətdirək. Çalışarıq normal bir məkan tapa bilsək və əsasən də asfaltda onu eləmək olmur, effekt vermir. Ən çox normal olaraq qumsallıq və eyni zamanda torpaq yollarda bu funksiyanı işə salanda öz effektini göstərir. Bundan əlavə avtomobildə 9 sürüş funksiyası var. Bu sürüş funksiyaları cürbəcürdür. Ən çox uzaq yol məsafələrində ön oturacaqlarda masaj funksiyası var ki, sürücünü və qabaqda oturan sərnişini yol boyu rahatlığını təmin edir. Bundan əlavə avtomobilin bir sıra funksiyaları barədə də istəyirəm məlumat verim. Əsasən, sükan çarxının ötürülmələrinin dəyişilməsi üçün ləçəklər var ön hissədə və burada gördüyü hissədə. Ağıllı elektron idarə olunan 4 VID, 2 pilləli mexaniki kilit, mərkəzi diferial üçün. Görürsünüz, hal-hazırda biz dar döngələrdə dönmə manevri etdikdə yan kameralar işə düşür və avtomobilin maksimum dərəcədə yol kənarından nə qədər aralı olduğunu göstərir. Bu funksiyada onu özün əksini tapıb. Eyni zamanda sürücü oturacağı 8 istiqamət və yaddaş, ön və arxa oturacaqların isidilməsi təbii ki var. Üçüncü sıra oturacaqların 2də yarım qatlanmasıdır. Bu üçüncü sıra oturacaqlardır. Yəni hal-hazırdakı bizim avtomobil 7 yerlikdir. Hər iki qabaq oturacaqların ventilyasiyası, 8 nöqtəli masaj, yəni bayaq bildirdiyim kimi ön sərnişinlər, sürücü və ön sərnişinin yol boyu rahatlığını təmin edir. Sükan çarxının 4 tərəfli elektrik tənzimlənməsi də mövcuddur bizim. Adaptiv cruise control, sivcil şamzalma, ətraf işığı 256 rəng. Yəni bu gördüyünüz işıq 256 rəngidə, ən çox da gecələr biz bunu hal-hazırda səfərimizin başlanğıcında göstərmişdik. Cürbəcür rəngdə işıq saçır salon. Panoramik lük isə təbii ki görürsünüz, bu tam panorama lükdur eksteriyerində. Teymur bəy, zəhmət olmasa panorama lükü bir qədər açardınız. Avtomatik açılan yan ayaqaltılar var hər iki tərəfdə. Yəni qapıları açdıqca avtomatik yan ayaqaltılar açılır və sərnişinlərin avtomobilə rahat minməsini təmin edir. Səs izolyasiyası qabaq və arxa şüşələr üçün, eyni zamanda aktiv səs-küyün azaldılması funksiyası da var ki, ümumiyyətlə mühərrikxanada mühərrikin səsinin salona verilməsini minimum həddə etdirir. Ümumiyyətlə siz hərəkətdə olarkən mühərrikin səsini demək olar ki, eşitmirsiniz. Çünki təbii nəzərə alsaq ki, avtomobil hibrid sistemi ilə təchiz olunub və yol boyu qarışıq rejimdə avtomobil hərəkət edir. Amma yenə də mühərrik işə düşdükdə belə mühərrikin səsi demək olar ki, eşidilmir. Multimedia sisteminə gəldikdə isə 12,3 düyümlü rəqəmsal sürətlər panelidir. Eyni zamanda isə 14,6 düyüm rəngli sensorlu ekran. Bu bizim rəngli sensor ekranımızdır. Burada isə sürücünün qarşısında
gördüyümüz rəqəmlər sürətlər panelidir. Yəni sürücüyə lazım olan bütün informasiya gördüyünüz paneldə əksini tapır. Və eyni zamanda 12 dinamikli Infinity səs sistemi var. Çox akustik səs sisteminə malikdir və CarPlay və Android təbii ki, avtomobildə telefonlarınızın fərqi yoxdur. İstəyir iPhone olsun, istəyir Android sistemi olsun. Avtomobilinizdə hər iki telefonu rahat şəkildə istifadə edə bilərsiniz, avtomobilə qoşa bilərsiniz və biz gəldikdə də həmən sistemlərdən istifadə etdik. Telefonda olan xəritəni biz əsas monitora verdik və yol boyu da bu funksiyadan istifadə elədik. Yolumuz Xankəndiyədir. Bir qədər getdikdən sonra birazdan biz Xankəndi şəhərinə çatacağıq və Xankəndində də avtomobilin digər funksiyaları barəsində bizim əməkdaşlar, mütəxəssislər öz fikirlərini bildirəcəklər. Dostlar, gəldik yolumuzun sonuna. Hal-hazırda Xankəndi şəhərindəyik, Qarabağ Universitetinin yanında və təbii ki, bu nöqtəni seçməyimiz təsadüfi deyil. Qarabağ Universiteti Azərbaycanın inci universitetlərindən biridir və Qarabağın incisilərindən biri sayılır. Çünki uzun müddətdən sonra artıq Qarabağda bizim öz universitetimiz fəaliyyətə başladı. Bu da bir daha Azərbaycan dövlətinin uğurudur. Əsas məsələ isə bizdə avtomobillərimizdir. Avtomobillərimiz artıq Xankəndinə gəlib çatıblar, heç bir problem yoxdur və qısa xülasə olaraq mən mütəxəssislərimizdən avtomobilin mühərriki və askı sistemi barədə sizə ətraflı məlumat verməyi xahiş edəcəm. Tacan usta, necədir? Xankəndində özünüzü necə hiss edirsiniz? Əla hiss edirik özümüzü. Deməli, Tank 500, Tank 300, hər ikisi eyni mühərrikdir, iki mühərrikdir. Teymur bəy, mühərrik xananı açsaydı zəhmət olmasa. Turbo mühərriklə təchiz olunub. Hər ikisi 350 at gücüdür. 648 mühərrikin fırlanma ləqomudur. Bir də Newmetr fırlanma hasil edir. 9 pilləli sürətlər qutusu. Onu da deyim ki, hibrid avtomobildən hər ikisi. Avtomobilin çəkisi Tank 500-də 2600 kiloqramdır. Tank 300-də 2100 kilodur. Amma buna baxmayaraq hər iki avtomobildə eyni mühərrik yerləşdirilir. Eyni mühərrikdir və avtomobil özünü hər iki mühərrikdən çox rahat hiss edir. Baxmayaraq ki, hər iki avtomobilin modelləri arasında hal-hazırda Xankəndidə iş gedir, bu da məlum məsələdir. Baxmayaraq ki, hər iki avtomobilin mühərriklərində eyni mühərrik yerləşdirilib, çəki fərqi olduğuna baxmayaraq avtomobili çox rahat şəkildə idarə edə bilir. Avtomobilin mühərriki özünü çox rahat şəkildə aparır. Bütün biz bu yollarda və Füzulidən Şuşaya qalxaraq, indi hal-hazırda Xankəndinə gələrək avtomobil bizə heç bir diskomfort yaşatmadı. Mühərriki də, sürətlər qutusu da və avtomobildə olan funksionallıq da. Teymur bəy, siz nə demək istəyirsiniz? Soyutma sistemi, kondisioner, eyni zamanda funksionallıq. Biz yolda gələrkən demək olar ki, bütün funksiyalardan istifadə elədiniz. Bəli, biz yolda funksiyaları istifadə elədik, hətta kondisioneri də işə saldıq. Kondisioner də bizə belə qəşəng soyutma verdi. Çünki dəhşət isti idi həqiqətən də. Mən əslində Şuşaya gələndə biz fikirləşmədik ki, bu qədər isti olar burada və yaxud Xankəndiyə yolda gələr ki, isti olacaq. Amma hava bu gündən çox gözəl idi həqiqətən də. Kondisioneri işlətdik, xoşumuza gəldi. Avtomobili nahamar yollarda istifadə elədik, yəni sürdük. Hətta belə dedik də, biraz test elədik ki, yavaş sürətlə yox, sürətimizi qaldırdıq 60, 70, 80
və biz orada salonda oturaraq askı sistemini möhtəşəm işləyirdi. Yəni nahamar yollarında ideal vəziyyətdə çalışır. Bəli, nahamar yollarında askı sistemi elə bir ki düz yolda gəlsən. Yəni özüm möhtac qaldım ki, əla, super, əla göstəricidir. Ona görə də mən bu avtomobili çox bəyəndim. Əslində həmişə bunu test eləmək istəyirdim, həmişə sürmək istəyirdim və şükür qismət oldu ki, biz elə Şuşaya getdik, Xankəndiyə gəldik, Füzuliyə getdik. Hələ indi qayıdarkən Ağdam yolundan qayıdacağıq inşallah Bakıya və orada da yenidə testimizi davam edəcəyik və məncə fikirlərimiz nəticəni bəli, Bakıya çatır. Azərbaycan Havalın Babək prospektində yerləşən son məntəqəsində salonunda yekun sözümüzü bir daha sizə bildirəcək. İstəyirəm salon barəsində də xırda bir məlumat verim. Fikir verdiyiniz kimi avtomobilin salonu təbii Napa dərisindəndir. 12 ədəd dinamiklə təchiz olunub. 12,3 düymlük mini displey sürücü üçün və 14,7 düymlük böyük bir displey hal-hazırda var. Həmin displeydə bütün avtomobilə aid funksiyaları həm nəzarət edə bilərsiniz, həm də çalışdıra bilərsiniz. Eyni zamanda avtomobildə Teymur bəy, təkər bazasının hündürlüyü barədə xırda bir məlumat versəz. Təkər bazasına qayıdacağıq, amma ən çox xoşuma gələn nə idi idarə edərkən? İlk öncə masajör var idi burada, yəni masaj edən və sidyaniyanı öz boyuma uyğun oturacaqları bəli, öz boyuma uyğun tənzimləyəndən sonra çox rahat idim. Hətta yol gedərkən adaptiv head-up, yəni tam yolu ətraflı göstərir və demək olar ki, bütün məlumatları alın şüşəsində göstərilir. Zolağı keçərkən, zolaqdan bir zolağa keçərkən, ondan sonra adaptiv cruise control, digər önünə qabaq gedən maşına yaxınlaşarkən onun xəbərdarlığı, bütün nişanların, yolda olan nişanların xəbərdarlığı və digər bir funksiyalar da var idi ki, bunları indi biz sizinlə danışsaq, həqiqətən də çox uzun çəkəcək. Ona görə də funksional cəhətdən olaraq Tank 500 və Tank 300 çox funksionallıdır. Əsl yol avtomobili, əsl ailə avtomobili və əsl şəhər avtomobilidir. Bu üç funksiyanı özündə cəmləşdirib. İstəyirəm təkər bazasına diqqət yetirəsiniz. Avtomobilin klirensi 248 mm-dir. Yəni bu da təxminən 25 sm deməkdir. Yəni avtomobilin alt baza hündürlüyü yerdən 25 sm hündürlükdədir. Bu da avtomobilə ən çətin yollarda rahat şəkildə keçməyə zəmin yaradır. Təkər bazası isə hər ikisində fərqlidir. Birində 18-lik, digərində 19 düymlük təkər bazası mövcuddur. İstəyirəm bir qədər yaxından da Tank 300 barəsində danışaq. Tank 300-ü mən bundan qabaq da sizinlə bir yerdə danışmışdım. Xatırlayırsınızsa biz Qobustanda olarkən Tank 300 modelinin təqdimatı baş vermişdi və Tank 300 modeli özünü o yolsuzluq şəraitində tam ideal şəkildə göstərdi. Biz poligonda biz dedikdə Haval əməkdaşları poligonda avtomobil üçün ideal bir yolsuzluq şəraiti yaratmışdılar və avtomobil o yolsuzluq şəraitində özünü o dərəcədə gözəl göstərdi ki, bəlkə mənim fikrimcə özünə mənəm deyən avtomobillər o yolsuzluq şəraitində həmən funksionallığı həyata keçirə bilməzdilər. Mən bura Havalla gəlmişəm deyə və yaxud Tank avtomobili ilə gəlmişəm deyə mən bunu tərifləmək istəmirəm. Sadəcə olaraq reallıqları bildirmək lazımdır. Əgər avtomobil yolda bizə hər hansı bir diskomfortu yaşatmışdısa, mən onu sizə açıq şəkildə bildirəcəkdim. Sadəcə olaraq biz o qədər rahat şəkildə gəldik ki, mən inandırım daha komfortlu avtomobillərdə belə bu rahatçılığı sən görə bilmirsən. Mühərrikxana isə eyni mühərrikdir hər iki avtomobildə. Tacəddin bəy, istəyirsiniz burada yerləşən detallar barədə xırda bir keçid eləyərdiniz bizim izləyicilərimiz üçün. Antifriz boruları soyutma sisteminə aiddir. Ön paneldə soyutma radiatoru yerləşir. Akkumulyator, batarika, hava filtri, mühərrik, tormoznoy Əyləc sistemi. Əyləc sistemi, hibrid sistemi, mühərrikin beyni, elektronlu beyni burada yerləşir. Tam mühərrikxana geniş olduğu üçün, motor da bildiyimiz kimi ki, mühərrik olduğu üçün genişdir. Mühərrikxana genişdir.
Eyni zamanda bir nüansı da nəzərinizə yetirmək istəyirəm. Radiator barmaqlıqlarının geniş olması, fikir verin, radiator barmaqlarının geniş olması, ağıllı faraların olması bizə qaranlıqda belə faraların sənin dönmə istiqamətində hərəkət etməsini göstərirdi və biz bütün bu funksiyaları avtomobilin monitorunda görürdük. Yəni avtomobil özü sənə bildirir ki, biz hal-hazırda dar döngəyə giririk. Bizim avtomobili yanlarda sıxa bilən maneələr var ya yoxdur. Eyni zamanda sizin qarşınızdan, yanınızdan və sizi ötməyə çalışan avtomobilləri qeyd edir. Və bu da sizi avtomobili tam sürətli və təhlükəsiz şəkildə idarə etməyə köməklik göstərir. Zənnimcə avtomobillər barədə kifayət qədər məlumat verdik. Bir qaldı Tank 300-ün salonu haqqında, interyeri və eksteryeri barədə məlumat vermək. Zəhmət olmasa yaxınlaşardı. Tank 300-ün interyeri də eyni şəkildə təbii nappa dərisindən hazırlanıb. 12 ədəd dinamiki var. 17,3 düymlük uzun bir monitordur. Burada tam uzun bir monitordur. Yarı monitorda avtomobilin funksiyaları, yarı hissəsində isə sürücüyə sükanı idarə etmək üçün rəqəmsal panel əks olunub. Avtomobilin bütün funksiyalarını siz həm monitorda və eyni zamanda sürətlər qutusu, eyni sürətlər qutusu Tank 300-də də var. 9 pedal sürətlər qutusudur və sürüş rejimini gördüyünüz paneldə dəyişə bilirsiniz, sizə uyğun rejimi seçə bilirsiniz. Və yaxud ağıllı rejim var ki, avtomobil tamamilə yol boyu bütün öhdəlikləri öz boynuna götürür və sizə ağıllı bir yürüyüş təmin edir. Yəni siz sadəcə olaraq avtomobili sıradan idarə edirsiniz və yerdə qalan maneələri dəf etmək, maneələri aşmaq və sizi birbaşa olaraq ünvana çatdırmağı avtomobil öz boynuna götürür. Zənnimcə biz avtomobilin eksteryeri və interyeri barədə kifayət qədər sözümüzü dedik. Hazırlaşırıq indi geriyə qayıtmağa, Bakıya qayıdırıq. Saat 4 tamamdır. Bütün günü ərzində artıq 12 saatdır ki, yoldayıq. Biz sübh tezdən 4-də Bakıdan çıxdıq. İndi günorta axşamüstü saat 4-dür və düşünürəm ki, qayıdan başı bizi yolda heç bir problem, heç bir çətinlik gözləməyəcək. Tam sağlam şəkildə Bakıya, Babək ünvanında yerləşən Havalın ünvanına sağlam şəkildə çatacaq. Əgər yolda da hər hansı bir narazıçılıq və problem baş verərsə, təbii ki, biz onu çəkib sizə göstərəcək. Neysə dostlar, yolcusu yolda gərək, yolumuz uzundur, yolumuz sizə hal-hazırda Bakıyadır. Özünüzdən müğayət olun, salamat qalın. Dostlar, gecəniz xeyir olsun. Gecə saat 11-dir və biz gəldik, çatdıq Bakıya. Sağ-salamat çatmışıq. Komanda üzvlərimiz mənim qarnımdadılar. Şuşaya gediş gəlişimiz bugün sübh tezdən saat 4-də biz Havalın qarşısından tərpəndik. Şuşaya çatdıq, Xankəndidə olduq, avtomobilləri test etdik və sağ-salamat yenidən qayıtdıq Bakıya. Və hər kəsə bu səfərdən arzuluyuram. Çünki işğaldan azad olmuş torpaqlarımıza baş çəkmək lazımdır və uzun illər idi ki, biz o yerlərə getmirdik. Bizim bu səfərimiz də sırf Vətən müharibəsinin 5 illiyi ilə əlaqədar idi və bu cür zəfər yürüyüşlərimiz inşallah ki, çox olsun. Özünüzdən müğayət olun, çalışın, yol hərəkəti qaydalarını pozmayın ki, cərimələnməyəsiniz. Salamat qalın. Deməli dostlar, axşam gecə saat 11-dir. Biz Şuşadan çatdıq Bakıya. Burada da monitorda da görürsünüz bizim 290 kilometr
yanacaq çənimizdə benzinimiz qaldı. Yəni 290 kilometrə bəs edəcək qədər benzinimiz, yanacağımız qalıb. Odur ki, Tacəddin usta, mərci mən utdum. Bəli. Teymur, nə deyirsən? Gəlirəm həftənin Gəl. yanağı dəyişməyə. Nə olar şimdi? Şahidlərim də yanı. Amma elədi. Gəl. Yəni ki, avtomobil tamamilə biz Bakıdan çıxanda vurduğumuz tam dolu çən benzinlə, yanacaqla bizi Şuşaya apardı da, gətirdi də. Avtomobil özünü tam yolda da doğrultdu. İdeal şəkildə bir avtomobildir. Yəni bizim komandamız tərəfindən məsləhət görüləsi avtomobildir. Kimin imkanı varsa və bu avtomobili əldə edə bilirsə, təbii ki, yaxınlaşacaq Haval Azərbaycan mərkəzinə bu avtomobili sevərək əldə edə bilər. Mən isə bir yağ dəyişmə qazandım. Çalışın, yoldaşlarınızdan çox mərcə girməyin, uduza da bilərsiniz.